İndi Qarabağ bu qaqaşımız deməli istəyir ki, saçlarının ucları çiyninə qədər olsun, amma düz olsun. Oldu mu? Amma bu hissələr qat-qat olsun istəyir. İndi biz o texnikanın o saçı necə eləyəcəyimizi, indi oğlan saçında, kişi saçında necə eləyəcəyimizi, amma uzun saç saxlayan kişi saçında da necə eləyəcəyimizi mən sizə göstərim. Aşağı barmağı izlərin birindən qoydum, bax gördün dümdüz aralandı. Sonra bu tərəfə çəkirəm, bax darağın izlərinin birindən barmağı qoyuram, gördün dümdüz aralandı. İşte o. Ha, bunu yuxarıda kəssən kvadrat nə olur? Ona görə bunu aşağıda kəsməyək ki, bu üçbucaq olsun. Yaxşı abi. O qədər danışdım ki, dağılıb töküldü buralarda. Belə aşağıda kəsirik. Ölçünü aşağıda götürün, yuxarıda kəsə bilərsən. Kəsdik, sürdük növbətiləri. Növbətini gətiririk, baxın. Bax, bununla bərabər kəsirik. Bu hardandır? Bunu bilmək istəyirsinizsə, bax, aşağıdakini götürürəm, bayaq kəsdiyini. Bax, bayaq kəsdim. Bax, bax, burada. Görünür o kamerada? Görünür. Ayso. Gördün, aşağıda götürəndən sonra çöldən yuxarı qaldıra bilərsən sənə rahat. Elə bildin bəs. Bax, gördün, bir dənə şey izah edeyim. Deməli, gördün, bax, üstdəki saçlardan bir pilləsini, bir tutam götürdüm. Gene gətirib, bax, həmən saçlarla bir kəsirim, baxın. Bu elə gözəl texnikadır ki. Baxın, bax. Burada da bax, bilinir, bax. Təzə gətirdiyiniz əvvəlki ölçülər üstündədir, bax, gördün. Bax, ölçün bununla götürsən. Yəni, deyə bilərsən ki, ölçü, nə biləsən, bura nə qədər kəsilməlidir. Bu, axırda kəsdiyimiz bu arxanın ölçüsü ilə bir götürsən. Şimdi bax, bir sloy daha götürüb, bir sloy daha götürüb, yəni bu sloyu da gətirib həmən aşağıdakı yerdə kəsirsən. Başa düşdün, yəni buralarda zıdda kəsmirsən, həmən yerdə kəsirsən. Sonrakini də gətirib, yəni ən sonuncunu da gətirib, yenə də həmən yerdə kəsirsən. Qabaq hissəsi, arxası da çiyinin arxasına dağılır, gördüyün